Dərsimiz sikloalkanlar, sikloparaffinlər. Demək, sikloalkanlar ümumi formulu CnH2. Onun qiyməti 2-dən başlayır. Və sikloalkanlarda karbon hansı bir dərəcədə olur? sp3 bir dərəcədə olur. Karbon sp3 bir dərəcədə olur. Birinci nümayəndəsi N3, yəni C3H6. Siklopropan. İkinci nümayəndəsi nədir? Siklobutan. Siklopentan. Bu nədir? Sikloheksan. Bu nədir? Metil siklopentan. Bu nədir? Etil sikloheksan. Adlandırılması. Deməli, necə adlandırır? Gələn nömrəlidir ki, ən az olsun. Bəli. Məsələn, bir var, deyək ki, radikal olan karbonlardır, düzdürmü? Burada nömrəli 1, 2, 3, 4, 5, 6. Məsələn, şaxlanmış karbonlar, deyək ki, belə nömrəlisə 1 və 5-ci karbona düşür. 1 üstəgəl 5, 6. Bir də var, buradan nömrəlisək 1, 2, 3, 4, 5, 6. Bunda şaxlanmış karbonların nömrəsi 1 və 3-cü karbondadır. 1 üstəgəl 3, 4. Hansı düzgün sayılır? İkinci düzgün sayılır. Deməli, bunun adı nə olacaqdır? 1, 3, dimetil sikloheksan. Məsələn, başqa bir misal deyək. Bunu adlandıraq. Deməli, harada nömrəliyik uşaqlar? Aşağıda. Deməli, necə? 1,
2, 3, 4. Yəni bu daha az olur da, eləmi? Üzr istəyirəm burada. Çünki bunların cəmləsək, məsələn 1 üstəgəl 2 üstəgəl 4. Neçə olur? 7. Və indi buna nə deyirik uşaqlar? 1, 2, 4 trimetil sikloheksan. Deməli, hardan nömrələyik? Fərqi yoxdur da, hə? Belə. 1, 2, 3, 4, 5. Nə deyirik? 1, 2, 4 trimetil siklopentan. Məsələn, belə bir formül yazaq. Bunu adlandıraq. Əgər birləşmədə müxtəlif radikal varsa, kiçik radikaldan nömrələyəcək. Və necə nömrələyəcək? Məsələn, bax, metil radikalı var, etil radikalı var. Elə nömrələməliyik ki, radikallar, şaxələmiş karbonların nömrəsinin cəmi həm də kiçik olsun. Necə nömrələyəcək? Saat əqrəbinin əksinə. Yəni 1, 2, 3, belə, 4, 5, 6. İndi nə deyirik burada? 1 metil, 3 etil, sikloheksan. Deməli, adlandırmaları dedik, buna aid misallar dedik və alınma sularına baxaq. Alınma suları birinci nədir? Alkanların dihalogenini, dihalogen deyəndə nədir yəni uşaqlar? İki halogenin birləşmələrinin sink və ya natron reaksiyasında. Və halogenlər arasında ən az 3 karbon olmalıdır. Halogenlər yanaşı gələrsə, onda nə alınır? Alkin alınır. İndi baxaq. Deməli, necə oldu? Xlorlar sink ilə birləşir. Və halogenlər arasında neçə karbon varsa, o qədər bucaq əmələ gəlir. 3 bucaq. Yəni, birləşirlər bu cür siklopropan alınır. Və sink klorid. Sonra başqa bir misal deyək. Nə alındı burada? 4 bucaq. Bəli, bromlar çıxır, natronla birləşir. Yəni, birləşəcək, siklobutan alınacaq. Məsələn, bir başqa misal deyək. Bunu yazaq. Deməli, xlorlar çıxır. Burada sink ilə birləşir. Birləşir, demək 5 bucaq olacaq. Nə alınacaqdır? Adı nə oldu? 5 bucaqdırsa. Burada da kənarda qalanlar metil radikalı gedirdirmi? Onda 5 bucaq çəkirik. Necə olur uşaqlar? Deyirik, metil, ikinci metil. Nə deyirik? 1, 2, dimetil, siklopentan.
Baxaq uşaqlar. Deməli, halogenlər arasında olan karbonları deyək ki, məsələn, hərflərlə yazaq. Məsələn, A, B, C, D, E, F. Və əvvəlcə baxaq ki, neçə bucaq əmələ gələr? 6 bucaq. Bəli, birləşir, 6 bucaq olur. Və gördüyümüz kimi, bunlar da metil radikallardır. 6 bucaq çəkirik. Yenə hərflər yazır. A, fərq yoxdur. İstənilən yerdən hərflər yaza bilərik. Problem yoxdur. A, B, C, D, E, F. Metil radikallar hansı karbona düşdü? A-ya, C-yə, A-ya, sonra C-yə, bu C-dir, sonra F-ə. Yəni belə, formul belə olur. Adı nədir bunun? Bəli, 1, 2, 3, 4, 5, 6. Nə deyir uşaqlar? 1, 2, 4. 1, 2, 4. Trimetil sikloheksan. Deməli, necə aldıq? Yenə yazaq. A, B, C, D, E və F. Üzrən burada deyək ki, bromlar olsun. Bromlar natriumla birləşir. Demək, neçə bucaq oldu burada? Yenə 6 bucaq oldu. 6 bucaq çəkirik. Yox, yəni ya xlor olmalıdır, ya brom olmalıdır. Belə yazılır. Burada 6 bucaq. Və yazıq yenə A, B, C, D, E, F. Metil radikalları hansı karbonlardadır? B-də, sonra D-də, bir də F-də. Belə. Bunun adı nədə olacaq? 1, 2, 3, 4, 5. Bəli. 1, 3, 5, trimetil sikloheksan. Əgər deməli, halogenlər yanaşı olarsa, məsələn, deyək ki, xlorla yanaşı gəlir də, düzdürmü? Bunun sinklə reaksiyası. Nə anlar burada? Alken alınır. Bəli. Yəni, burada rabitələr birləşəcək, alken alınır. Bəli, buten 2. Sağ ol. Aromatik karbohidrogenlərin nədir? Hidrogenləşməsi. Aromatik karbohidrogenlərin hidrogenləşməsi. Məsələn, benzol. Bunun hidrogenləşməsi. Bunun 3 mol hidrogen deyək ki. Burada pi rabitəsi qırılır. Hər karbona nədir? Bir hidrogen birləşir, sikloheksan alır. Bəli, pi rabitəsidir. Hə. Ümumiyyətlə, aromatik karbohidrogenlərin formulu SN H2N-6-dır. 3
mol hidrogen birləşir və sikloalkan alınır. Yəni belə. Yəni 3 mol hidrogendir. Məsələn, toluol deyək. Bunun hidrogenləşməsi. Burada pir abidəsi qırılır. Deməli, yəni hər karbona, benzo halqəsinə bir hidrogen birləşir. Bu toluoldur. Birləşərək nə alınır? Metil sikloheksan. Yaxşı, deməli bunları dedik. Belə. Bir də sikloalkanların fiziki xassəsi. Deməli, fiziki xassəsi siklopropan, siklobutan qaz haldadır. C5-dən C10-a kimi mayedir. Karbon 11-dən başlayaraq nədir? 5 haldadır. Deməli, dedik ki, sikloparafинlər 3-cü nümayəndəsi naftalinlər gedir. Ümumiyyətlə, Bakı nefti sikloparafинlərdən təşkil olunur. Belə. Hələ ki, bura qədər danışdıq. Gələn dərs kimyəvi xassələrin keçərik.